Salam dostlar. Klassik ədəbiyyatı başa düşməyən insanların ən vacib problemi eşq və sevgi məfhumlarını bir-birindən ayıra bilməmələridir. Bunu sadə şəkildə belə izah eləmək olar ki, eşq Tanrıya və onunla insan arasında olan bütün vəsilələrə bəslənən münasibətdir. Sevgi isə daha çox dünyəvi anlayışdır. Yəni vətənə, ailəyə, övlada, qadına olan münasibətdir. İndi görün Füzuli eşqi necə təfsir eləyir. Deyir ki, hüsn olmasa eşq zahir olmaz. Eşq olmasa hüsn mahir olmaz. Yəni bir gözəllik olmalıdır ki, onu sevəsən. Və eyni zamanda sən öz sevgi ilə, öz eşqinlə həmin gözəlliyin dəyərini verirsən. Yəni onu bir qiymətə qaldırırsan, onun bir əyarını müəyyən eləyirsən. Tanrı belə deyir o Adəmi yaradanda, Tanrı. Tanrı bizi sevgidən yaradır. Sevgi ilə yaradır və bizdən sevgi umur. O deməli, deyirlər Tanrı qanidir hər şeydən, ancaq qanidir, doğrudur, İrfan fəlsəfəsinə görə Tanrının heç nəyə ehtiyacı yoxdur. Ancaq o bizim insanın onu sevməyini istəyir. Yəni bir məqamda da var, Aşıq Ələsgər gözəlləri təsvir edən şeirində deyir ki, afərin Xudanın haqqı sayına, camanları bənzər bayram ayına. Yəni Tanrıya öz dili ilə həmd səna qılır ki, belə gözəlliklər yaratmısan. Demək, biz də öz sevgimizlə, bir hədis də var, deyir, mən gizli xəzinə idim, bilinmək istədim. Ondan soruşurlar, insanı niyə yaratdın? Deyir, mən gizli xəzinə idim, bilinmək istədim. Yəni, Tanrı bizim onu sevməyimizi istəyir. Hər şeydən qane olsa belə bunu istəyir və biz öz sevgimizlə o hüsnü, o gözəlliyi qiymətləndiririk, onun məharətini artırmış oluruq, mahirliyini artırmış oluruq. Füzuli bax, bu məqamı deyir. Və eyni zamanda deməli, eşq yoluna çıxmaq üçün ilk addım ağıldan imtinadır. Bir türk şairi deyir, qüdrət-i məali bu küçük əqlə gərəkməz, zira bu tərazi o böyük siqləti çəkməz. Biz brilyant satdığımız tərəzi ilə buğda sata bilmərik. İnsan ağlının bir məhdudiyyəti, bir hüdudu var. Yəni, o Tanrının dərk eləmə iqtidarında deyil. Ona görə də biz ağılın ötəsinə adlamalıyıq. Mən ağılsızlığı təbliğ eləmirəm, məni xahiş edirəm, yanlış anlamayasınız. Mən ağılın fövqünə qalxmaqdan danışıram. Bütün ariflər həm də ağıllı adamlardır, ancaq onlar həm də ağılın fövqünə qalxmağı bacarırlar. Yəni, Tanrıya doğru biz eşqlə gedə bilərik. Necə ki, İstanbula getməliyik, məsəl deyirəm, bir şəhərdən taksi aeroporta qədər gedirik, ancaq həmin taksi nə qədər bahalı olur olsun, nə qədər yaxşı maşın olur olsun, ondan biz İstanbula uça bilmərik. Mütləq oradan düşüb təyyarəyə minməliyik. Biz taksidən düşüb təyyarəyə minməyə doğru gedəndə artıq eşq yoluna qədəm qoymuş oluruq. Yəni, ağılı taksi kimi təsəvvür eləyək. Yəni, belə sizin başa düşdüyünüz, hamımıza aydın olacaq bir dildə izah eləmək istəyirəm. Yəni, rasional məntiqi, ağılı o taksi kimi təsəvvür eləyirik, eşqi isə təyyarə kimi. Bunlar bir-birini inkar eləyir. Yəni, sən taksini inkar eləyib keçməlisən, təyyarə